Laçın şəhərində növbəti iri yaşayış layihəsinin icrasına başlanılır. Şəhərin inzibati ərazisində inşa ediləcək yeni yaşayış məhəlləsi həm mənzil fondunun genişləndirilməsi, həm də yerli əhalinin məşğulluq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Tikinti müddəti 24 ay olaraq müəyyənləşdirilən layihə üzrə hazırlıq və mobilizasiya işlərinə start verilib. Hazırda ərazidə şaquli planlama və tikinti sahəsinin hazırlanması istiqamətində işlər aparılır. Burada yalnız yaşayış binalarının deyil, sakinlərin rahatlığı və sosial rifahı üçün zəruri olan ictimai məkanların da yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində idman meydançaları, uşaq oyun sahələri, söhbətgahlar, yaşıllıq zonaları və istirahət məkanları salınacaq. Laçının Qarçaha adlanan ərazisində yeni yaşayış massivinin tikintisi üzrə dövlət daxili prosedurlar tamamlanmış, qalib şirkət tərəfindən ilkin işlərə start verilmişdir. Burada 24 ay ərzində aparılacaq layihə çərçivəsində 19 çox mənzilli, az mərtəbəli binaların daha doğrusu tikintisi həyata keçiriləcəkdir. Ümumi 57.470 kvadrat metrə bərabər olan bu yaşayış massivinin çərçivəsində 11 2 bloklu, 8 isə 1 bloklu binaların tikintisi icra ediləcəkdir. Layihə ümumilikdə 340 mənzili əhatə eləyir. Bunlardan 57 bir otaqlı, 122 2 otaqlı, 98 3 otaqlı, 44 4 otaqlı, 19 isə 5 otaqlı mənzildən ibarət olacaqdır. Məhəllənin mühüm üstünlüklərindən biri də yaşayış və iqtisadi fəaliyyət imkanlarının bir arada yaradılmasıdır. Belə ki, çox mənzilli binaların zirzəmi hissələri avtomobil dayanacağı kimi layihələndirilib. Eyni zamanda 10 yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış və ticarət sahələri nəzərdə tutulub. Bundan əlavə, ayrıca fərdi ticarət obyekti də inşa ediləcək. Ümumilikdə 3500 kvadrat metr sahənin ticarət və xidmət obyektləri üçün ayrılması gələcəkdə yeni biznes təşəbbüslərinin formalaşmasına, xidmət sektorunun genişlənməsinə və əlavə məşğulluq imkanlarının yaranmasına şərait yaradacaq. Layihənin sosial-iqtisadi əhəmiyyətini artıran əsas məqamlardan biri isə tikinti prosesində yerli sakinlərin məşğulluğuna üstünlük verilməsidir. Satın alma şərtlərinə uyğun olaraq qalib podratçı şirkətə tikinti işləri zamanı yerli əmək resurslarından istifadə etməsi tövsiyə olunub. Bu yanaşma layihənin yalnız tikinti infrastrukturu ilə məhdudlaşmadığını, eyni zamanda bölgədə iqtisadi aktivliyin yüksəldilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət etdiyini göstərir. Layihənin icrası tikinti sektorunda çalışan peşə sahibləri üçün yeni əmək imkanları yaradacaq, gələcəkdə fəaliyyət göstərəcək ticarət və xidmət obyektləri isə daimi məşğulluğun formalaşmasına töhfə verəcək.